Azərbaycanın birinci xanımına muzey haqqında məlumat verildi. Muzeyin binası vaxtilə Tbilisidə yaşayan Mirzə Fətəli Axundzadənin öz vəsaiti ilə inşa edilib. Gürcüstanın Azərbaycanlı ziyalılarının müraciətinə əsasən 1982-ci ildə binada onun ev muzeyi yaradılıb. 1996-cı ildə ümummilli lider Heydər Əliyevin Gürcüstana rəsmi səfərindən sonra bu mədəniyyət ocağı əsaslı təmir olunaraq həmin vaxtdan mədəniyyət mərkəzi kimi fəaliyyət göstərib. 2007-ci ildə Gürcüstan prezidentinin sərəncamına əsasən mərkəzə Azərbaycan Mədəniyyəti Muzeyi statusu verilib və 2013-cü ildə Azərbaycan Respublikasının maliyyə dəstəyi ilə burada əsaslı təmir və yenidən qurma işləri həyata keçirilib. Elə həmin il mayın 8-də keçirilmiş muzeyin açılış mərasimi Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Hazırda muzeyin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzində xalçaçılıq, musiqi, o cümlədən muğam, rəsm və dil kursları var. Əsas məqsədi mədəniyyətimizi və xalqımızın mədəni irsini Gürcüstanda qoruyub saxlamaq və təbliğ etmək olan muzeydə bu ölkədə fəaliyyət göstərən müxtəlif muzeylərin fondlarından Azərbaycanın mədəni irsinə aid əşyalar tədqiq edilir, onların sərgiləri keçirilir. Burada milli musiqi alətlərimiz və geyimlərimizin, xalq sənətinin müxtəlif sahələrinə aid nümunələrin, Mirzə Fətəli Axundzadənin həyat və fəaliyyətini əks etdirən eksponatların və digər maraqlı əşyaların nümayiş olunduğu 6 ekspozisiya zalı var. Azərbaycanın birinci xanımı muzeyin xatirə kitabına ürək sözlərini yazdı. Ekspozisiyada Gürcüstanda yaşayan etnik Azərbaycanlılar tərəfindən toxunmuş və Milli Muzeydə saxlanılan ənənəvi xalçalar da təqdim olunur. Onların yaradılma tarixi yüzilliklərə gedib çıxır. Bu xalçaların toplanması və elmi cəhətdən öyrənilməsi 19-cu əsrin ortalarından məhz Gürcüstan Milli Muzeyinin hüquqi varisi olduğu Qafqaz Muzeyi dövründən başlayır. Sonra uşaqlar tərəfindən toxunmuş kiçik xalçalar Mehriban Əliyevaya hədiyyə olundu. Azərbaycan-Gürcüstan dostluğuna həsr olunmuş zalda hər iki ölkənin heykəltaraşlarının xalqlarımızın dostluq münasibətlərini əks etdirən əsərləri, Tbilisi şəhərində Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mədəniyyət və İstirahət Parkının, Mirzə Fətəli Axundzadə adına məktəbin və kitabxananın, Bakı şəhərindəki Tbilisi prospektinin və Dostluq abidəsinin fotoşəkilləri yer alıb. Mədəni tədbirlər və konferansların da keçirildiyi muzeydə Mirzə Şəfi Vazehin 1820-1830-cu illərdə Gəncədə qurduğu Divani Hikmət Ədəbi Məclisinin fəaliyyətini davam etdirən Müdriklər Məclisi yaradılıb. Burada Tbilisi şəhərində yeganə olan Azərbaycan dilində kitabxana və incəsənət qalereyası fəaliyyət göstərir.